Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə ilahi təqvaya riayət eləməyi, gizlin və aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Bugünkü cüməmizin ilk xütbəsində mən bir maraqlı və faydalı mövzu barəsində danışmaq istəyirəm. İlk növbədə xütbəmizə bu sual əsasında başlayıb və xütbə əsasında da bu suala cavab verməyə çalışacağam. Müsəlman bir şəxsin, mömin bir şəxsin dostluğu necə olmalıdır? İman əhli dost olanda necə olur? Çox vacib sualdır, hamımız üçün də lazımlıdır. İmanlı bir insan dost olanda necə olur? Sualı hər zaman aktuallığını qoruyub saxlayır və ona geniş, dəqiq cavab vermək lazımdır. Heç olmasa, möminlərin dostluğu barəsində nəzəri də olsa məlumat sahibi olmalıyıq ki, gücümüz çatdığı qədər də bu nəzəri bilgilərimizi əməli müstəvidə də tətbiq eləyə bilək. Gürüldür bir balaca. İlk öncə bu sual ki mən verdim sizə, mömin necə dost olmalıdır? İlk öncə suala belə cavab axtarmayaq. Mənimlə necə dost olmalıdırlar? İlk növbədə suala belə cavab axtaraq. Mən necə dost olmalıyam? Biz həmişə əksinə aparırıq çox vaxt məsələni. Deyirik, mənimlə necə dostluq eləməlidirlər? Hələ sən başqasına vəzifə yükləməmişdən əvvəl özün üçün bu nəticəni çıxart ki, mən necə dost olmalıyam? Bu suala cavab vermək lazımdır. İnsan yaxşı dost axtarmazdan əvvəl özü yaxşı dost olmağı bacarmalıdır. Mən söhbətimizə Qur'an-ı Kərimin Ənfal surəsinin 73-cü ayəsi ilə başlamaq istəyirəm. Həmin ayədə uca Allah buyurur ki, وَالَّذ۪ينَ كَفَرُوا بَعْضُهُمْ اَوْلِيَاءُ بَعْضٍ Buyurur, kafir olanlar bir-birlərinin dostudular. Kafirlərin bəzisinin dostudur. Davamında isə buyurur ki, İllə təf'aluhu təkun fitnətun fil arzi və fəsadun kəbirun. Buyurur, əgər bunları etməsəniz, yer üzərində böyük bir fitnə, fəsad olacaq. Diqqət edin bu ayəyə. Ayə kafirlərin dostluğundan danışır. Sonra möminlərə deyir ki, əgər siz də elə olmasaz, yer üzərində fitnə və fəsad aşkar olacaq. Böyük bir fitnə aşkar olacaq. Əgər möminlər bir-biri ilə dost olmasa, bir-birinə kömək eləməsə, necə ki, kafirlər bir-birinə eləyirlər, fitnə çıxacaq. Ümumiyyətlə, dünyada bir qayda var. Bu, heç kimin sındıra bilmədiyi bir vahid qaydadır. O qayda budur ki, hansı dəstə bir-biri ilə daha mehriban dost ola biləcəksə, hansı dəstə bir-birinə qarşı daha diqqətli olacaqsa, həmin dəstə həmişə öndə olacaq. O dəstə kafir olsa, kafirlər öndə olacaq, o dəstə möminlər olsa, möminlər öndə olacaq. Kim daha çox mehriban və dost olmağı bacarırsa, odur qalib olan, odur öndə olan. Yəni, öz arasında möhkəm və mehriban dost ola bilən kafirlər, bütün günü bir-birini didən möminlərdən üstün olacaqlar. Bir-birinə kim bəsləyən müsəlman toplumundan üstün olacaqlar. Sən haqq yoldasan, amma haqqın əxlaqına sahib deyilsənsə, sən məğlub olmağa məhkumsan. Ən gözəl dəyərlərə sahib olmaq bizi xilas eləməyəcək. Mən oturum deyim ki, bizim Allahımız var, Əhl-i Beyt var, Qur'an var, namazımız var, məsidimiz var. Bunların heç biri bizi xilas eləməyəcək ki, biz Allahın, məscidin, Qur'anın, Əhl-i Beytin ətrafında mehriban birləşməsək, mehriban dost olmasaq. Bu dəyərlər özlüyündə xilas eləyə bilməyəcək ki, nə vaxta qədər ki, biz bunların ətrafında
Allaha görə dost ola bilməyəcək. Və möminlərin dostluğunun, müsəlmanın dostluğunun ilk şərti Allaha görədir. Mən kiminləsə dost olanda Allaha görə dost olmalıyam. Öz mənafeyim naminə yox. Dost olum ki, mənə sabah kömək eləsinlər, yıxılanda əlimdən tutsunlar. Bu dostluq alverdir, ticarətdir. Ümumiyyətlə, bu dostluğun qiyməti yoxdur ki, insan dostluq eləyəndə təmənna güdərək dostluq eləsin. Yəni, 5-10 nəfər dost tapım özümə ki, ya sabah dar gün var, yıxılaram bir şey olar mənə, qoy əlimdən tutsunlar. Bu ticarətdir, buna dostluq deməzlər, bu səmimi deyil axı. Dostluq olanda da insan Allaha görə dost olasan, Allahın razılığın qazanmaq naminə möminlərlə dostluq eləyəsən, müsəlmanlarla dostluq eləyəsən. Ona görə də kiməsə görə, nəyəsə görə başlanılan dostluq, elə kiməsə görə də, nəyəsə görə də bitər. Dostluğun ilk şərti onun Allah üçün olmasıdır. Bizim qəlblərimiz Allah sevgisi və Allah qorxusu ətrafında birləşə bilməyibsə, bizim dostluğumuzun ömrü uzun olmayacaq. Mömin heç vaxt imkana görə, var-dövlətə görə dostluq eləməz kiminlənsə. Baxmaz ki, görüm hansı dəstənin maşınları daha bahalıdır, onlarla oturum durum. Hansı dəstənin, məsələn, daha çox pulu var, onlarla oturum durum. Yəni, müminin dost seçmə prinsipində heç vaxt bu qayda yoxdur ki, varlı tərəf olsun. Mümin baxır ki, kim Allaha daha çox yaxındır, Allahdan daha çox qorxur, Allaha daha çox diqqət edir, Allaha daha çox hörmət qoyur, onu seçim özümə dost. Qruplaşma ilə dostluğun fərqi var. Mənim dostlarım da ola bilər, mənim qruplaşmam da ola bilər. Bunlar ayrı-ayrı şeylərdir. Qruplaşma ilə dostluğun fərqi budur ki, qruplaşmada olan kimsə, bir kimsə məsələn, kiməsə qarşı səhv hərəkət eləyəndə, o qruplaşmanın üzvləri yenə də onun tərəfini tuturlar. Qruplaşmışıq, məsələn, burada, Allah bizdən uzaq eləsin. Burada oturan bir nəfər müsəlman qardaşımız birinə qarşı çox ciddi səhv eləyib. Biz götürürük, neynirik? Öz müsəlman qardaşımızın tərəfini tuturuq ki, yox, bu bizim qrupdandır. Bu qruplaşmadır, sektalaşmadır. Amma Allaha görə olan dostluqda isə, dostumuz səhv eləsə, onun səhv etdiyini qəbul eləyə biləcəyik və dostumuz səhv ola onu müdafiə eləməyəcəyik. Elə şey yoxdur ki, sən mənim dostumsan deyə, get kimə qarşı səhv hərəkət edirsən, elə mən səni müdafiə eləyəcəm. Yox, mən yeri gəlsə sənin səhvü də sənə deyəcəm. Sənin səhv etdiyini sənə başa salacam. Hətta sənin səhv etdiyin insanı da yeri gəlsə müdafiə eləyəcəm. Nə olsun ki, dostumsan? Kiməsə qarşı səhv eləmisənsə, mən o adam ki, sən ona səhv etmirsən, onu müdafiə eləyəcəm. Deyəcəm, odur düz. Sən səhv. Dostluq Allaha görə olanda belə olur. Sabah məndən incimə ya ki, həmçinin sən də mənə. Mən də kiməsə qarşı səhv eləyəndə, sən də mənə rahat denən ki, səhv elədin. Mən sənə day durub deməməliyəm ki, mən sənin dostunam, niyə mənə kiminsə ayağına verirsən? Məsələ ayağa vermək deyil, məsələ həqiqətin tərəfində olmaqdır. Yəni, belə obyektiv dostluq çətindir deyə çoxu bunu bacarmır. Belə dostluq çox çətindir. Çoxu qruplaşmaya çevirir dostluğu. Niyə? Çünki qruplaşma rahatdır axı. Deyir, nə inəsəm, nə hoqqa çıxarsam, nə səhvlər buraxsam, dostlarım yenə də mənim yanımdadır. Bu tərəfdə də dostların yenə sənin yanındadır, amma səhvi deyərək yanında olacaqlar. Səhvi tənqid edərək yanında olacaqlar. Çünki qruplaşmada bir qayda var ki, deyirək ki, sən bizimkisənsə, nə qələt eləyirsən, elə yenə səni müdafiə eləyəcək. Dostluq deyir, yox, mənimkisən. Mənim dostumsan, amma səhvin elə səhvdir. Ona görə də bəziləri özünə dost axtarmır, bəziləri özünə nə axtarır? Ona itaət eləyən mütü kölə. Yəni, mən nə eləyəcəm denən əla, nə iş görsəm denən yaxşı eləmirsən. Belə dost axtarırlar deyə çox dostluqlar axıra gedə bilmir. Mən dediyim hər şeyi təsdiq eləyəcəksənsə, onda mənim kölgəmlə sənin nə fərqin var? Mənim kölgəm də otururam, dururam, gedirəm, gedir. Dostluq kölgə kimi deyil, kölgəlik eləmək deyil. Dostluq səhv edəndə səhvi deməyi bacarmaq, düz edəndə düzü alqışlamağı bacarmaqdır. Çünki bəzilərinin dost anlayışı çox qəribədir. Bəziləri düşünür ki, mən kiməsə qarşı səhv hərəkət eləsəm, dostlarım yenə gərək mənim tərəfimdə olsunlar. Həzrəti Rəsulullah sallallahu buyurur ki, mömin başqa bir möminin güzgüsüdür, demir pərdəsidir.
güzgüsüdür deyir. Yəni, necə güzgüyə baxson, siman, sifətün, paltarun nə rəngdədir, nə cürdürsə, güzgü sənə olduğun kimi özünü göstərəcək. Möminin də bir xasiyyəti var ki, sənə olduğun kimi özünü göstərməkdir, səni aldatmaq deyil. Yəni, görürəm ki, sən cəhənnəmə gedirsən, məndən inciməyəsən, deyənə deyirəm ki, əşib, deyəcəm, tənqid eləyəcəm, inciyəcək məndən. Qoy elə, nə bilir eləsin. Hə, düzsən, hə, yaxşısan, əla, okey. İndi təzə terminlər çıxıb. Əla. Bu düzgün deyil axı. Adam belə dostluq eləsə, bu dostluğun axırı nə olar? Adam gedib cəhənnəmə gedir göz görə-görə. Səhv eləyirsən də deyirsən ki, yaxşıdır hər şey. Ona görə bax, çoxuna həm belə ruhani lazımdır ki, heç vaxt deməsin ki, siz hardasa səhv eləyirsiniz. Hər şey nə edirsə cəmiyyət desin ki, əla, sizdən yoxdur. Niyə? Məsələn, sən məscidə gəlirsənsə, deməli hər şey yaxşıdır. Sən İmam Hüseyni sevirsənsə, deməli hər şey yaxşıdır. Yox, bu aldatmaqdır bir-birimizi. Belə dostluq olmur. Yəni, özvə olduğun kimi göstərməyi bacarmaqdır dostluq. Dostluq bu deyil ki, səhərdən axşama, məsələn, kiməsə acıq vermək üçün bir-bir üzü tərifləyəsiniz. Can, qurban olaram sənə. Dostluq kiməsə acıq vermək naminə bir-birimizi tərifləmək deyil. Həzrət Rəsullahın yanında bir dəfə bir səhabə gəldi, öz dostunu üzünə təriflədi. Peyğəmbər də baxır. Peyğəmbər sələvatullah 3 dəfə buyurdu ona. Dedi, öz dostluğun boynun qırdın. Boynun qırdın, boynun qırdın. Sahabə təəccübləndi ki, ya Rasulullah, mən tərif elədim də nə bir pis söz dedim ki. Çünki tərif üzərində qurulan dostluq axırda elə bir nəticəyə gətirib çıxarır ki, özlərini ən təmiz, ən seçilmiş insanlar hesab edirlər. Otururuq burada, nə səhvlərimiz, heç nəyə danışmırıq, bir-birimizin nöqsanı bir-birimizə demirik. Elə ancaq səhərdən axşama bir-birimizi tərif eləsək, axırda biz necə bir şey düşünəcəyik? Deyəcəyik ki, bizdən düzü yox deyə kənddə, şəhərdə, ölkədə. Ən düzü bizi, ən təmizi bizi, necə ki, bu düşüncəyə düşənlər oldular. Bir-birlərini o qədər tərif edirlər ki, elə bilirlər ki, ən seçilmiş adamlar bunlardır. Peyğəmbər buyurur, dostluğun üzünə tərif eləmək, onun boynun qırmaq kimi bir şeydir. Adam dostunu kənarda tərif eləyər, üzünə yox. Bir-birimizə can qurban olunub demək yaxşı şeydir, amma da ifrata varmamaq şərti ilə. Yeri gəlsə, tənqid eləməyi bacarmaq lazımdır. Dost dostun tənqidini də qəbul eləməlidir. Naza qoymamalıdır özünü. Çünki bugün bir yerdə məni tərif elə. Məsələn, mən bir hadisə danışmışam. Şeyx Ənsari Həmədani, Allah ruhunu şad eləsin, böyük ariflərimizdən olub. Bir gün öz dostunun yanına gəlir, yaxın dostunun. Gəlir ona, deyir, gördüm ki, dostu danışır, deyir, elə tələsik gəldi. Hövlank deyirlər, bizdə belə. Tələsə-tələsə gəldi, narahat halda. Məni görən kimi salam verdi, dedi ki, xahiş edirəm, tez məni tənqid elə. De görüm, nə səhvlərim var. Deyir, mən də belə birdən-birə bu sözü dedi deyə mənə çaşdım, qaldım, dedim ki, şeyx, mən sizi nə tənqid eləyim? Neynəmişsiniz axı siz? Mən baxıram ki, bir səhv tapa bilmirəm sizdə. Dedi, yox, məni tənqid elə. Hardasa bir səhv addım atmamışam, yəni mən. Deyir, baxdım, dedim, yaxşı, tənqid eləsəm nə olacaq ki? Bu nə hərəkətdir? Yəni, mən səni niyə tənqid eləməliyəm? Görün, nə dedi? Dedi ki, bugün bir yerdə məni tərif elədilər, mən də o tərifi eşitdim. Qorxuram ki, nəfsim bu tərifdən xoşhal olar və səhvlərimi unudaram. Tez tənqid elə ki, təkəbbürmə şillə vurum. Gör, hara qədər düşünür adam. Onu tərif edirlər deyə qaçır gəlir ki, tez mənə tənqid elə ki, birdən özümü ən yaxşı bilərəm. Qorxur adam nəfsindən ki, nəfs adama elə şey təlqin eləyər ki, bax, görürsən, sənə tərifləyirlər, deməli, səndən yoxdur. Deməli, sən ən yaxşısan, ən üstünsən. Belə nəfsinin üzərində, nəfsi ilə mübarizə aparan, nəfsinə qarşı diqqətli olan alimlər görürsünüz necə bir-birinə qarşı, özlərinə qarşı rəftar ediblər. Və müsəlmanın dostluğunun digər şərti də onun üçün həmişə ən azı özünə arzu elədiyi qədər xeyirli şeyi arzu eləməkdir. Sən öz dostluğa, özünə arzu elədiyi arzu eləyə bilirsənsə dostsan. 2 müsəlman ticarət eləyir Mədinə şəhərində. Bunu çox xahiş edirəm, yaxşı yadda saxlayın. Çox maraqlı bir hədisdir. Mədinə şəhəridir, Həzrət İmam Rıza əleyhissalamın dövrüdür. 2 müsəlman bazarda bazarlıq eləyir. Mömin qardaşdılar bir-biri ilə, dostdular. İmam Rıza da baxır bunlara, yanlarındadır da, bazardadır. Görür ki, biri o birisinə acıqla deyir ki, mən sənin din qardaşınam, ucuz ver də mənə.
5 manata soğan alır, məsəl üçün. Deyir, 4 manata ver də mənə, mən sənin din qardaşınam axı. Məsciddə bir yerdə o namaz qılırıq axı. Nə bilim, Məkkəyə bir yerdə getmişik axı. Mənə ucuz elə. Səhv söz deyir, adam din qardaşından təmənna eləyər də, ucuz ver. İndi görün İmam Rıza nə deyir. İmam baxır, deyir ki, niyə demədin ki, sən mənim din qardaşımsan, elə mən səndən baha alım. 6 manata alım. Niyə həmişə din qardaşlığını öz xeyrinizə istifadə edirsiniz? Fikir verin, imam necə diaqnoz bu. Elə din qardaşındır, çıxar 1 manat artıq ver də. Niyə sındırırsan özünə gələndə din qardaşısan, öz xeyri və din qardaşlığını istifadə edirsən? İmam öyrədir ki, o din qardaşlığı ki, ancaq öz xeyrinizə istifadə edirsiniz, din qardaşınıza fayda vermək istəmirsinizsə, onu din qardaşlığı hesab eləməyin. Din qardaşı qardaşlıqdan ancaq öz xeyrinə istifadə eləməz. Elə belə düşüngünən ki, gəl elə mən sənə çox xeyir verim də, gəl elə mən sənə fayda verim də. Ona görə müsəlman dost olanda düşünməz ki, mən dostluqdan nə qazana bilərəm. Düşünməlidir ki, mən dostuma nə qazandıra bilərəm. Nə eləyə bilərəm mən dostum üçün? Peyğəmbər sallallahu buyurur ki, özün üçün bəyəndiyin bir şeyi, özü üçün bəyəndiyi bir şeyi sənin üçün də bəyənməyən və özünə layiq bilmədiyi bir şeyi sənə də layiq bilməyən heç bir şəxsin dostluğunda fayda olmaz. O adam ki, özünə bəyəndiyin sənin üçün də istəmir, özünə yaraşdırmayanı sənə də yaraşdırmırsa, yəni özünə rəva bilmədiyini sənə rəva bilirsə, o dostluqdan fayda yoxdur. İmam Əli əleyhissalamın bir hədisini deyim, keçim dostluğun başqa bir şərtinə. Dostluğun bir şərti də budur ki, dostluğun həmişə hörmətin və abrın qoruyasan. Çox mühüm şərtdir. Ən çox xətanı burada buraxırıq. Əmir əl-Mominin buyurur ki, öz dostluğu heç vaxt xəcalətli eləmə. Xəcalətli duruma salma, utandırma yəni. Məndən sizə bir əmanət, hətta dostum belə olsa, heç kimə icazə verməyin ki, sizin abruzu aparıb sizi utandırsın. Dostluğunuz belə olsa. Yeri gəlsə, sərt şəkildə də reaksiya verin. Yeri gəlsə, ciddi şəkildə də reaksiya verin. Yeri gəlsə, dostluğu da pozun bir neçə müddətlik ki, o başa düşsün ki, sizə hörmətsizlik eləmək olmaz. Dostluq o demək deyil ki, sizin abruzu aparacaq, siz oturub baxacaqsınız. Dostluq o deyil ki, sizi utandıracaq, siz oturub baxacaqsınız. Əmir əl-Mominin buyurur ki, dost dostu utandırmaz, xəcalətli eləməz, sındırmaz heç kimin yanında. Elə söz deməz ki, onun abrı getsin, onun hörməti düşsün, qiyməti düşsün, səviyyəsi düşsün. O adam ki, o dostluqda dostunun abrını qoruya bilmir, hörmətini qoruya bilmirsə, onun dostluğa ləyaqəti çatmır. Ona başa salmaq lazımdır ki, adam belə dostluq eləməz. Dostluğun ən önəmli şərtlərindən biri dostluğu utandırmamaqdır. İmam Sadiq əleyhissalam buyurur ki, əgər müsəlman qardaşın səninlə dostluğa sadiq qalmağını istəyirsənsə, görün nə gözəl söz deyir, istəyirsən dostların sənə sadiq olsunlar. Heç vaxt dostlarınla yüngül zarafat, ucuz zarafatlar eləmə və mübahisə eləmə, münaqişə eləmə. Yəni, spor eləmə də, rus dilində desə. Və onunla yüngül zarafat eləmə cəmaat arasında. Çünki, və bir də davamında da buyurur ki, heç bir şeyinlə də öz dostluğun qabağında öyünmə. Adam dostunun qabağında aldığı heç bir şeylə öyünməz. Sahib olduğu heç bir şeylə öyünməz. Görün, necə diqqətlə yanaşırlar imamlar bu dostluq məsələsinə. Çünki müsəlmanın dostluğunun bir səhvi də, daha doğrusu bir tərəfi də, səni bir şərti də, səni haqqa tərəf çəkməkdir, batildən uzaqlaşdırmaqdır. Səni səviyyəvi qaldırmaqdır, səviyyəvi aşağı eləmək deyil. İmamlarımızdan tövsiyə var, öz səhabələrinə deyirlər. Buyururlar ki, bizə bəzək olun. Bizə bəzək olun, nəinki bizə, belə deyək, göz kölgəliyi gətirəsiniz. İmamlar belə öz dostlarından həmişə xahiş ediblər ki, bizim üçün zinətə çevrilin. Yəni, biz sizinlə fəxr eləyək ki, mənim belə dostum var, belə qardaşım var. Bir dostun ki, onun adını fəxrlə çəkə bilmirsənsə, o dost deyil. Dost ona deyərlər ki, hər yerdə adın fəxrlə başı uca çəkə biləsən. Ki, mən filan kəslə dostluq eləyirəm. Yəni, onun adını çəkmək səni utandırmasın.
Dost odur ki, insan elə özün aparsın, dostu ilə münasibətini elə qorusun ki, heç kim ona görə utanmasın. Nə dediyi sözə görə utanmasın, nə onunla dostluq elədiyinə görə utanmasın. Ayıbdır ki, məsələn, insan biri ilə göründüyünə görə narahat olsun ki, ayda tez bir dənə bununla sağollaşım gedim, indi kənddə görəcəklər ki, mən bu ilə dayanıb söhbət eləyirəm. Yəni, bu dostluq deyil artıq. Dostluqda gərək insan həmişə özünü elə aparsın ki, onunla kimsə dostluq elədiyinə görə utanmasın, xəcalət çəkməsin. Və müsəlmanın dostluğunun bir şərti də bayaq dediyim kimi, dostu haqqa tərəf çağırmaqdır, batildən çəkindirməkdir. Dost günah qarşısında bir məngənə kimidir ki, səni tutub saxlayır ki, günaha getməyəsən. Məngənə hamımızda olub da, kənd yerlərində görmüşük. Sıxarsan ki, çıxmasın oradan heç nə. Bu dost məngənə kimidir. Səni elə tutub saxlayar ki, qoymaz günaha gedəsən. Qoymaz abrun gedə. Qoymaz hörmətsiz olasan. Dost insanı hörmətsizlikdən, günahdan, batildən, səhvdən qoruyan adamdır. Nəinki səhvə günaha salan adamdır. İmam Əli İslam buyurur ki, Allaha itayət yolunda sənə kömək eləyən adam səninlə yaxşı dostundur. O adam ki, Allaha itaət yolunda sənə dəstək verir, kömək olur, yadıva namazı salır, Allahı salır, axirəti salır, görəndə ki, sən büdrəyirsən, əlindən tutur ki, abala, ağlığı yığ özvə, getmə bu yolun axırı pisdir, bunu sənə deyirsə, budur dost. Sonda bir nəticəyə gəldik ki, bu xütbəmizdən. Qısa danışdım, ümid edirəm inşallah tam başa düşüldü. Sonda bir nəticəyə gəldik ki, həqiqi dost o kəsdir ki, səni cənnətə aparsın, cəhənnəmə yox. Özünüzə o şəxsi dost seçin ki, onunla cənnətə getməyə dəysin. O sizi cənnətə aparacaq, cəhənnəmə yox. Allah bizi cənnətə tərəf aparanlarla dostluq eləməyi nəsib eləsin inşallah. Allah bizi cəhənnəm dostlarından uzaq eləsin. Allah bizim özümüzü də cənnətə aparan dostlardan qərar versin inşallah. Bir-birimizin yadına həmişə Allaha salaq, dini salaq, dəyərlərimizi salaq, milli, mənəvi dəyərlərimizi qorumaqda bir-birimizə yardım eləyək. Bu çətin dünyada, bu qarmaqarışıq dünyada bizim bir-birimizlə dostluqdan başqa bir ən gözəl işimiz ola bilməz. Ən gözəl iş nədir məndən soruşsanız, deyərəm ki, bugün bizim dostluğa, mehribançılığa, bir-birimizə qayğı ilə yanaşmağa ehtiyacımız var. Ona görə də sözümün əvvəlinə qayıdıram. Quran ayəsi oxudum əvvəldə ki, Uca Allah buyurur ki, kafirlər dostdular. Amma siz dost olmasanız fitnə bürüyəcək ha. Allah bizə kafirləri nümunə çəkdi ki, onlar dostdular. Bəs siz, bəs biz kafirlər qədər dost ola bilməyəcəksə bir-birimizlə, günah əhli qədər öz aramızda dostluğumuz yoxdursa, biz onda məğlub olmağa məhkum olacağıq. Allah bizi heç bir zaman məğlub olmağa məhkum olanlardan eləməsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnna şaniyaka huvel abtar.